pis yuxu gördükdə ya da qarışıq bir yuxu gördükdə nə etmək lazımdır? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "İzə halama ahadukum fala yuhaddithan nas bi tala'ubi şeytani fil manam." Sizdən biriniz bir yuxu gördükdə yuxudakı şeytanın oynamasıyla insanlara danışmasın. Bu hədis göstərir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biriniz bir yuxu görərsə və şeytanın onun yuxusunu qaçışdırdığı hansı bir oyunlardan, hansı bir fikirlərlə gətirməsi ilə onu danışmasın. Yəni burada göstərir ki, yuxu ya şər olur, ya şərlə daha üstün, yəni xeyir az və şəri daha çox, belə bir yuxular da olur, yəni qarışıq yuxu deyirik. Bir də xeyir yuxular, yaxşı yuxular. Necə ki buna hədis gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Er-ru'ya salihatu minallah ve'l-hulmu mineş-şeytan." Salih yuxu Allahdandır, qarışıq yuxu isə şeytandandır. Və bu göstərir ki, yəni qarışıq yuxular, pis yuxular şeytandandır. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biriniz pis yuxu görərsə, qoy onu sol tərəfə, yuxudan oyanarkən, onu sol tərəfə, öz tərəfinə tüpürsün, yəni və eyni zamanda onun o yuxunun şərindən Allaha sığınsın. Həqiqətən o pis yuxu ona təsir etməz. Və bu hədis göstərir ki, insan qarışıq yuxu, ya pis yuxu gördükdə onu heç kimə danışmamalıdır. Əksinə sol tərəfinə tüpürməlidir və Allaha sığınmalıdır şeytanla. Və bu nədir? Bu yuxu artıq ona zərər verilməz və heç bir ziyanı olmaz bununla.